videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi. Değerli izleyicilerimiz, sizleri Qəhrəman Tərtər rayonundan salamlayıram. Və yolumuz Tərtərədir, gözəl izleyicilerimiz. Hər bir kəsdən xahiş edirəm, videomuzu sona qədər izləyin və like verin. Deməli, gözəl izleyicilerimiz, Omiskidən Vüsal İmişdili balası. Təşəkkür edirəm, Allah canınızı sağ eləsin. Və Samir Krasnoyarskidən Hindarxılı balası 53 manat pul göndəribdilər. 50 manatın veteran qardaşımız üçün, 3 manatında mənə yanacaq pulu və Natiq Lənkəranlı gözəl qardaşımız 1000 rubl göndərib, Allah min əvəzin versin. Və Krasnoyarskidən Krasnoyarski Kray Elməddin evladı Hüseynin adından 43 manat gönderip 40 manatın veteran kardeşime 3 manatında mənə kontrpulu gönderip çok sağ ol. Afşarlı balası. Teşekkür edirəm. Allah canını sağ eləsin. Lənkəranlı Mahir kardeşimiz 1000 rubl gönderipdi. Allah min əvəzin versin və Qazi Hüseyin qardaşımız övladlarının adından 10 manat gönderip Etiqadın Nəcəbənin Nəcəbin adından. Təşəkkür edirəm, Allah saxlasın balalarını. Və yardımlıdan Şakir qardaşımız 1500 rubl gönderip təşəkkür edirəm. Allah min əvəzin versin. Ninanın adından 300 rubl gəlib. Allah saxlasın. Və yenə Samir kardeşimiz 500 rubl Rus kartımıza gönderip ve Qazi Hüseyin kardeşimiz Celal kardeşimizin adından üsazeyin gönderip. Teşekkür edirəm, Allah cibinizə bərəkət versin, Allah ruzunuzu, bərəkətinizi daha da bol eləsin. İndi isə gözəl izləyicilərimiz izləmədə qalın. Qəhrəman Tərtərimiz. Buradan elə fürsətdən istifadə edib Tərtərdən bütün Tərtərliləri salamlayıram. Allah canınızı sağ eləsin. Gözəl Tərtər, yaraşıqlı Tərtər. Değerli izleyicilerimiz, geldik çıxdıq veteran kardeşimizin ünvanına. Salam aleyküm, hoş gördük. Nə tərsən? Sağ ol. Nə tərs bacı? Allah saxlasın bu gül balaları. Sağ olun, köməyiniz olsun. Sağ ol. Sağ olun bacı, sağ olun. Bəri kölgəyəcə, ora gün düşür, çəkiliş eləməkdə olmur. Qardaş, sən də bərgə bölümdə dur, sən çəkilişi İstəmirsən düşməyi. Elə bax, veteran qardaşımızın dostudur. Bax, o da bölümümüzdə ikimiz getdik. Sənin vəsiqənlə veteranlıq Kinişkan şeydəydi də, bu qəssəbdə. 170 manat borcum. Onu qardaşlar kömək elədilər. Bax, sənin veteranlıq Kinişkan aç baxaq. O da vəsiqə. Bu da vəsiqədir, bu da meydanın vəsiqəsidir. Allah köməyinizdə olsun ki, bunu yəni köməkli elədiniz, götürüz verdiniz mal. Rahat indi hardasa iş olsa gedib işləyə bilərsən. Allah onun pulunu göndərən qardaşların canını sağ eləsin. Nə qədər borcuydu orada? 170 manat. 170 manat. Çox düzdür. Allah o qardaşımızın da canı sağ eləsin. O da orada söhbət elədik. Dedi Xəqani qardaş, mənim özüm də şəxsən o qardaşa köməklik də eləmişəm. Allah canı sağ eləsin. Allah kömək olsun. Allah sənə bu pulu göndərən qardaşlarımızın, analarımızın, bacılarımızın qazancına bərəkət versin. Allah ruzilərin, bərəkətlərin bol eləsin. Allah
kim nə yaxşılıq eləyirsə, Allah Taala qarşısına çıxarsın. Bir də gözəl izləyicilərim, bugün səhər-səhər İmişdili Faiq qardaşım zəng eləmişdi, görüntülü danışırdıq. Allah kömək olub, Faiq qardaşımız elədiyi yaxşılıqları Allah bugün onun qarşısına çıxardıbdı. Yəni yaşadığı şəhərdə qardaşımızın evi yanıbdı. Şükür Allahın böyüklüyünə ki, salamat qutarıbdı Faiq qardaşımız. Allah kömək olsun. Hər bir kəsdən də xahiş edirəm. Elə həmişə bax belə yardım eləyən qardaşlarımıza, yardım eləyən bacılarımıza həmişə dua eləyin. Bax o elədiyi yaxşılıqlara görə qurban olum Allaha. Gecə saat 2-də xeyriyyətçi qardaşımızdır. Daimi özünüz bilirsiniz ki, kasıbların böyründə olub Faiq qardaşımız, kasıbların yanında olubdur. Faiq qardaşımızın gecə saat 2-də evi yanıbdır. Birinci mərtəbə tamamilə yanıb, kül olub. İkinci mərtəbədə heç nə yoxdur. Şükür salamat. Uşaqları da, özü də salamatdır. Şükür Allahın böyüklüyünə. Qazi veteran qardaşımız bizim çəkilişimizi yekunlaşdırırıq. Allah saxlasın bu gül balaları. Kimin də gücü nəyə çatırırsa, bax bu balalar üçün kömək eləyər. İnşallah Allahın izni ilə qardaşımızın deməli 104 manat elə mənim özüm şəxsən şahid oldum. Bax görürsünüz də 104 manat qazdan borcu var. Əgər imkanlı qardaşlarımız bu videoya baxırsa, bu veteran qardaşımızın 4 dənə körpə balası var. Xahiş edirəm, kömək eləyin. Elə bunun qazının da borcunu bağlayaq. Qardaşımız heç olmasa o aldığı fəhləlik eləyib, gündəlik 5 manat, 3 manat aldığı pulu bu uşaqların yeməyinə, geyiminə verə bilsin. Oldu qardaş, sağ ol, var ol. Allah sizlərə dəyməsin. Sağ ol, çox sağ ol.